Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün 1 iyun qəbul imtahanı suallarının izahını verəcəm. Ümid edirəm ki, bu imtahanda yaxşı nəticə göstərmisiniz. Başlayaq 31 nömrəli məsələdən. Başlanğıc koordinatları eyni olan iki cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafikləri verilmişdir. Hansı zaman anında cisimlər arasındakı məsafə ən böyük olar? Biz əvvəlcədən artıq biz bunu bilirik. Baxın, burada birinci cismin qrafiki görürük ki, sürət burada sabitdir. Və başlanğıc koordinatları eynidirsə, burada ilk öncə biz tapmalıyıq ki, hansı hansından geri qalacaq. Baxın, məsələn, bu bizim x oxumuz olsun. Burada hər iki cisim, bu birinci cisim olsun, bu da ikinci cisim olsun. Birinci cismin sürətini, məsələn, burada bir qiymət verək. Deyək ki, 10 metr bölü saniyə sürətlə hərəkət edir. Birinci cisim T1 müddətindən sonra müəyyən qədər məsafə qət eləyəcək. Deyək ki, gəldi bu nöqtəyə. İkinci cisim hərəkətə başladıqdan sonra sürətini artıracaq. Yəni, birincidən daha çox məsafə qət eləyəcək. Həm də biz bunu sahələrlə də tapa bilərik. Baxın, T1 müddətində birinci cismin getdiyi yol budur. T1 müddətində ikinci cismin getdiyi yol isə, baxın, bu fiqurun sahəsidir. Daha çox yol getmiş oldu. Deməli, ikinci cisim birincidən qarşıda gedir. Yəni, birinci geri qaldı artıq ondan. Birinci geri qaldısa, deməli, baxın, ikinci cismi burada bütün zaman anlarında ta ki T4-ə qədər. Deməli, ikinci cismin sürəti birinci cismin sürətindən böyükdür. Yəni, burada bütün hallarda cisimlər arasındakı məsafə artır. Yəni, arxada gələnin sürəti əgər kiçikdirsə, onlar arasındakı məsafə get-gedə artır. Və gəlir burada T4 nöqtəsində artıq, T4 zaman anında bunların sürətləri bərabərləşir və bu zaman anında artıq sürətlər bərabərləşəndən sonra belə deyək, bunlar arasındakı məsafə maksimum olur. Yəni, sürət zaman qrafikində, kəsişmə nöqtəsində onlar arasındakı məsafə ən böyük olacaq. Bu da T4 zaman anına uyğundur. 32 nömrəli məsələ 2W bölünsün fi ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Enerjinin düsturunu gətirib burada yerinə qoya bilərik. Yəni, enerji biz bilirik ki, fi I bölünsün 2-dir. Bu da fi. Buradan 2'lər getdi, fi'lər getdi. Burada yalnız qaldı cərəyan şiddəti. Cavab B variantı. 33 nömrəli məsələ. Düz xətt boyunca hərəkət edən cismin koordinatının zamandan asıllıq qrafiki verilmişdir. Hansı hissələrdə cismin kinetik enerjisi artır? Kinetik enerjinin artması üçün biz bilirik ki, sürət artmalıdır. Çünki kinetik enerji mv kvadratı bölünsün 2'dir. Yəni, kinetik enerji sürətlə düz mütənasib asılıdır. Baxırıq birinci hissəyə. Birinci hissədə burada kinetik enerji artacaq. Niyə? Biz burada bu qrafiki koordinat başlanğıcına sürüşdürsək, baxın, belə bir qrafik alırıq və T oxundan uzaqlaşdığı üçün, həm də bu yeniləşən hərəkətdir, sürət artır, ona görə 1-də kinetik enerji artacaq. İkinci hissədə yavaşlayan hərəkətdir, çünki burada T oxuna yaxınlaşır, ona görə burada kinetik enerji arta bilməz. Yavaşlayan hərəkətdə sürət azalır, ona görə kinetik enerji də azalacaq. Üçüncü hissəyə biz yenə koordinat başlanğıcına sürüşdürsək bunu, burada görürük ki, yenə bu yeniləşən hərəkətə aiddir. Deməli, 3-də də kinetik enerji artacaq. Cavabımız olacaq 1 və 3. 34 nömrəli məsələ. Quru termometrlərinin göstərişləri eyni olan iki müxtəlif otaqda havanın nisbi rütubətləri verilib. Deməli, Eyler-Venn diaqramında uyğun bəndləri qeyd edin. Nisbi rütubət, baxın, biri 65%-dir, biri 45%. Burada biz nisbi rütubət bilirik ki, quru və nəm termometrlərinin göstərişləri fərqi ilə, yəni yaş termometrin göstərişləri fərqi ilə tərs mütənasib asılıdır. Və quru termometrləri burada eyni verib, sabit verib. Yəni, nisbi rütubət harda böyükdürsə, yaş termometrinin göstərişi də burada əslində tərs asılı görünə bilər. Amma yaş termometrinin göstərişi
Burada qarşıda mənfi var deyə nisbi rütubətlə tərs düz mütənasib asılıdır. Yəni burada biz belə bir asıllıq ala bilərik ki, nisbi rütubət yaş termometrin göstərişi ilə düz mütənasib asılıdır. Nisbi rütubət harda böyükdür? 65%. Yəni fi1 böyükdür fi2-dən. Deməli yaş termometrin də göstərişi 1-də böyükdür 2-dən. İndi baxın, quru termometrinin göstərişi sabitdir. Məsələn, deyək ki, 10-dur. Yaş termometrinin göstərişi böyük, deyək ki, 1-i götürək, məsələn, 2, bu eləyəcək 8. İndi birini də bundan böyük götürək, eləyək 5 götürək, elədi burada 3. Deməli, burada quru termometrinin göstərişi harda böyük olursa, onların fərqi orada kiçik olmalıdır. Bunu biləndən sonra gəlin birinci varianta baxaq. Quru termometrin göstərişi yaş termometrin göstərişindən böyükdür. Nisbi rütubət ümumiyyətlə psixrometrlə ölçülür və quru termometrinin göstərişi yaş termometrin göstərişindən böyük də ola bilər, ona bərabər də ola bilər. Bərabər o zaman olur ki, nisbi rütubət 100% olsun. Amma burada artıq 100% nisbi rütubət yoxdur. Ona görə də hər ikisində quru termometrin göstərişi yaş termometrin göstərişindən böyükdür. Otaqdakı su buxarı doymayan buxardır. Biz dedik ki, nisbi rütubət 100% olanda artıq doyan buxar olmalıdır. Yəni quru termometrin göstərişi yaş termometrin göstərişinə bərabər olmalıdır. Ona görə burada hər ikisi doymayan buxardır. Otaqda mütləq rütubət daha böyükdür. Yəni nisbi rütubət dedik ki, düsturlarını artıq biz bilirik. Rho bölünsün, rho 0 vurulsun 100%. Sonra P bölünsün, P 0 vurulsun 100%. Burada rho mütləq rütubətdir. P isə parsial təzyiqdir. Su buxarının parsial təzyiqidir. Deməli, nisbi rütubət harda daha böyükdürsə, mütləq rütubət orada daha böyük olacaq. Düz mütənasib asılıdır mütləq rütubətlə. Amma nisbi rütubət burada görürük ki, parsial təzyiqlə də düz asılıdır. İndi 3-də deyir ki, otaqdakı mütləq rütubət daha böyükdür. Təbii ki, 1-də nisbi rütubət daha böyük olduğundan orada daha böyük olacaq. Parsial təzyiq daha kiçikdir. Bu da ikinci otaqda olacaq. Burada cavabımız olacaq C variantı. 35 nömrəli məsələ. Eyni cismi müxtəlif mayelərə saldıqda iplərdə yaranan gərilmə qüvvələri arasında münasibət T1 böyükdür T2, o da böyükdür T3 olur. Mayələrin sıxlıqları arasında hansı münasibət doğrudur? Deməli, gəlin burada biz ağırlıq qüvvəsini göstərək. Baxın, ağırlıq qüvvəsi aşağıya doğru mg, yuxarıya doğru F Arximeddir. Burada hər üçündə görürük ki, cisim tavandan asılıb. Ona görə ümumi bir düstur çıxarsaq, görürük ki, yuxarı 2 dənə qüvvə var. Arximed qüvvəsi ilə gərilmə qüvvəsi. Deməli, T üstə gələk F Arximed bərabər olmalıdır aşağıdakı ağırlıq qüvvəsinə, yəni mg-yə. Buradan biz T-ni tapsaq, mg çıxılsın, F Arximed olur. Arximed qüvvəsinin düsturu Rho maye JV batandır. Yerinə yazsaq, Rho maye JV batan. Görürük ki, gərilmə qüvvəsi burada. Gərilmə qüvvəsi mayenin sıxlığı ilə tərs mütənasib asılıdır. Çünki qarşıda bir mənfi var. Deməli, burada bizə əgər T1 böyük T2, o da böyük T3 veribsə, onda ən böyük burada hansı olacaq? Rho 3 böyük Rho 2, o da böyükdür Rho 1 olacaq. Burada cavabımız bizim olacaq D variantı. 36 nömrəli məsələ. Kulon vurulsun volt bölünsün kiloqram. Kök altında ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Kulon yükün vahididir. Volt gərginliyin vahididir. Bu bizə işi verirdi. Biz bilirik bunu. İşin də vahidi 1 jouldur. Deməli, kulon vurulsun voltun yerinə biz 1 joule yaza bilərik. Gəlin indi burada biz yerinə qoyaq, yazaq. Deməli, kulon vurulsun, volt bölünsün, kiloqram bərabərdir. Joule bölünsün, kiloqram oldu. Joule-un da yerinə gətirib kiloqram vurulsun, metr kvadratı bölünsün, saniyə kvadratını yazsaq. Burada bir dənə də kiloqram var idi. Kiloqramlar getdi, qaldı
Kök altında metrin kvadratı bölünsün saniyənin kvadratı. Oradan da metr bölünsün saniyə çıxacaq. Cavabımız olacaq. Deməli, bu nəyin vahididir? Sürətin vahididir. Mayelərdə Paskal qanununun doğruluğunu hansı cihazla yoxlamaq olar? 37 nömrəli məsələyə baxırıq. Paskal qanunu bizə nə deyirdi? Paskal qanununa görə xaricdən edilən təzyiq bütün hissələrə bərabər ötürülür. Yəni bu qazlara aiddir. Yəni qazların təzyiqini ölçən cihaz hansıdır? Təbii ki, qazların təzyiqi manometrlə ölçülür. Mayeli manometrlə. Cavab Y variantı. 38 nömrəli məsələ. Verilmiş kütləli ideal qaz bir halından iki halına keçir. Hansı mülahizələr doğrudur? Görürük ki, burada hansı prosesdir? Həcmin sabit olduğu prosesdir. Yəni həcm sabitdir. Həcm sabitdirsə bu izoxor prosesdir. Biz Mendeleyev-Klaperon tənliyi, ideal qazın hal tənliyini yazsaq, M bölünsün M, RT yaza bilərik. Burada deməli həcm bizə sabit verib, həcm sabitdir. Həcm sabitdirsə, görürük ki, qrafikdən 1-2-yə doğru gedərkən, 1-2 proses zamanı təzyiq nə edir? Təzyiq azalır. Təzyiq təbii ki, azalırsa, izoxor prosesdə temperatur da azalmalıdır. Cavablara baxırıq. Qazın sıxlığı deyir artır. Xeyr, qazın sıxlığı burada dəyişməyəcək. Çünki həcm sabitdirsə, sıxlıq və konsentrasiya sabit olmalıdır. Deməli, qazın sıxlığı ya arta bilməz, ya da azala bilməz. Temperatur dəyişmir deyir. Biz dedik ki, temperatur azalır. Bu da səhvdir. Daxili enerji azalır. Temperatur azalırsa, temperatur daxili enerjinə düz mütənasib asılıdır. Ona görə elə cavabımız olacaq C variantı. Temperatur azalanda daxili enerji azalmalıdır. 39 nömrəli məsələ. 3 naqilin volt-amper xarakteristikası verilmişdir. Naqillərin R1, R2, R3 müqavimətləri arasında hansı münasibət doğrudur? Müqavimətin düsturu R bərabərdir, U bölünsün I-dir. Və burada U bölünsün I qrafika baxanda, əgər I-ni U-ya bölsək, bizə bucağın, alfa bucağının tangensini verir. Amma U-nu I-yə böləndə artıq burada kotangens alfa alınır. Kotangens alfa. Və kotangens alfanın belə bir özəlliyi var ki, burada bucaq artdıqca müqavimət azalmalıdır. Yəni biz burada müqaviməti bucaqla sanki tərs asılı kimi götürə bilərik. Bucaq indi harda daha kiçikdirsə, orada müqavimət daha böyük olacaq. Baxırıq, baxın 1-in bucağı budur, 2-nin bucağı, bu da 3-ün bucağı. Deməli burada alfa 3 böyükdür alfa 2-dən, o da böyükdür alfa 1-dən. Tərs asılı olduğundan müqavimət R1 böyükdür R2-dən, o da böyükdür R3 olacaq. Cavabımız olacaq Y variantı. 40 nömrəli məsələ. Sabit həcmdə verilmiş kütləli ideal qazın mütləq temperaturunu 3 dəfə azaltdıqda onun təzyiqi 500 paskal azaldı. Qazın təzyiqinin əvvəlki qiymətini hesablayın. Deməli, şərtdə bizə deyir ki, təzyiq 500 paskal azalıb. Yəni, P1 çıxılsın, 500 yazırıq. Daha sonra nə deyir? Temperaturu 3 dəfə azaldıq. Temperaturu 3 dəfə azaltdı. Hansı prosesdir bu? Sabit həcm, izoxor proses. Yenə biz Mendeleyev-Klaperon tənliyindən deməli, M bölünsün M, PV bərabərdir, M bölünsün M, RT yaza bilərik. Burada yenə izoxor prosesdirsə əgər, baxın, V sabitdir. Temperatur 3 dəfə azalanda təzyiq də 3 dəfə azalmalıdır. Deməli, təzyiqimiz bizim buradan gördük ki, 3 dəfə azalacaq. Yəni, P2 bərabər olacaq, P1 bölünsün 3. Aldığımız, baxın, bu ifadəni gətirib yuxarı tənlikdə yerinə yazsaq, P2-nin yerinə yazsaq, yazırıq P1 bölünsün 3 bərabərdir, P1 çıxılsın 500. Buradan 3 P1 çıxılsın 1500 bərabərdir P1-ə. 3P1-dən P1 çıxırıq 2P1 bərabərdir 1500. P1 bərabərdir 750 paskal. Cavab olacaq D variantı. 750 paskal. 41 nömrəli məsələyə baxaq. Fotoeffekt zamanı udulan fotonun enerjisi çıxış işindən 3 dəfə böyük olarsa,
Fotoelektronların maksimal kinetik enerjisi nəyə bərabərdir? Deməli, fotonun enerjisi, Y foton, biz bilirik ki, nəyə bərabər idi? Maksimal kinetik enerji ilə çıxış işinin cəmini. Bizdə şərtdə deyir ki, fotonun enerjisi çıxış işindən 3 dəfə böyükdür. Yəni 3A çıxışa bərabərdir. Deməli, gətirib fotonun enerjisinin yerinə 3A çıxış işi yazırıq. Kinetik enerjinin maksimal qiyməti üstə gələk, A çıxış işi. Buradan kinetik enerjinin maksimal qiymətini tapsaq, 3A çıxışdan çıxmalıyıq A çıxışı. Cavab oldu 2A çıxış işi. Cavab Y variantı. 42 nömrəli məsələ. M1 və M2 kütləli iki maddi nöqtə arasındakı qravitasiya qüvvəsi F-dir. Kütlələri M1 və M3 olan nöqtələr arasında qravitasiya qüvvəsi nəyə bərabərdir? M3 bərabərdir 2M2-dir. Gəlin birinci M1 ilə M2 arasındakı qarşılıqlı təsir qüvvəsini yazaq. Yazaq bura F1 ilə 2 arasındakı qarşılıqlı təsir qüvvəsi. Artıq mən burada düstur bu şəkildədir. Baxın, F bərabərdir J, M1 vurulsun, M2 bölünsün, R-in kvadratı. Amma burada artıq J sabit olduğundan onu nəzərə almayacağam. Deməli, M1 vurulsun, M2 bölünsün, R-in kvadratı. R burada məsafədir. Görürük ki, neçə damadır bunlar arasındakı məsafə? 2 dam. 2-nin kvadratı 4 elədi. Deməli, bunu bizə neçə verib? F verib. Bu qalsın burada, baxın bu şəkildə. Bunu bizə F verib. İndi deyir, kütlələri M1 və M3 olan nöqtələr arasındakı qravitasiya qarşılıqlı təsir qüvvəsi nəyə bərabərdir? 1 ilə 3 arasındakı qarşılıqlı təsir qüvvəsini yazacağıq. Yazırıq M1 vurulsun, M3 bölünsün. Aralarındakı məsafə baxırıq. 1, 2, 3, 4 bölgüdür. Onda deməli, məsafənin kvadratı, yəni 4-ün kvadratı elədi 16. Digər tərəfdən, burada M3-ü bizə gördüyümüz kimi 2M2 verib. M3-ün yerinə 2M2 yazsaq olur. M1 vurulsun 2M2 bölünsün 16. 16 ilə 2 ixtisar gedir, aşağıda 8 qalır. Deməli olacaq M1 vurulsun, M2 bölünsün 8. Bizə əvvəlcə gəlin görək. M1 vurulsun, M2 bölünsün 4-ü F verib. Onda M1 vurulsun, M2 böl 8 neçə F olar? Təbii ki, olacaq F bölünsün 2. Cavabımız olacaq A variantı. 43 nömrəli məsələ. Konturdakı cərəyan şiddəti 3 amper olan sarğacdan keçən maqnit seli 0.6 Weber'dir. Sarğacın induktivliyini tapın. Fi bərabərdir L vurulsun I düsturuna əsasən. Burada biz induktivliyi tapsaq, yəni L-i tapsaq, fi bölünsün I olur. Deməli, 0.6 maqnit selidir, 3 də cərəyan şiddətidir. Bu da olacaq 0.2 Henry. Cavab Y variantı. 44 nömrəli məsələ. İpə bağlanmış cisim şaquli müstəvidə bərabər sürətlə fırladılır. Əgər N nöqtəsində ip qırılarsa, cisim hansı istiqamətdə hərəkət edər? Baxın, burada bir cisim var və bunu bir ip vasitəsilə bağlayıblar və çevrə üzrə fırladırlar. Biz demişik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə sürət toxunan istiqamətdə yönəlir. Yəni, bu cisim əgər saat əqrəb istiqamətində fırlanırsa, N nöqtəsinə çatanda bunun sürəti aşağıya doğru olacaq və bu nöqtədə ip qırılarsa, elə cisim aşağıya doğru hərəkət edəcək. Cavabımız Y variantı. 45 nömrəli məsələ tam düşməyib. Burada deməli müsbət Q-dür, burada müsbət Q-dür. Yuxarılar bura mənfi Q, burada mənfi Q-dür. Burada bizdən nə istəyir? Kvadratın mərkəzində elektrik sahəsinin intensivlik vektoru hansı istiqamətdə yönələr? Baxın, bu nöqtədə intensivlik vektorunun istiqamətini tapmalıyıq. Birinci gəlin, bax, bu müsbət yükün düz mərkəzdə, kvadratın mərkəzində yaratdığı intensivliyin istiqamətini tapaq. Müsbət yükdə intensivlik həmişə özündən kənara doğru çıxırdı. Yəni, bu müsbət yükün mərkəzdə yaratdığı intensivlik, baxın, bu istiqamətdə yönələcək. Buna bir Y deyək. Daha sonra aşağıdakı müsbət yükün yaratdığı intensivlik,
Bu da özündən kənara doğru çıxmalıdır. Baxın, burada da Y olacaq. Daha sonra mənfi yük. Yuxarıdakı baxın, bu mənfi yükün mərkəzdə yaratdığı intensivlik mənfi yüklərdə özünə tərəf yönəlməlidir. Ona görə deməli baxın, bu istiqamətdə oldu. Daha sonra bu küncdəki mənfi yükdə özünə tərəf, intensivlik özünə tərəf yönələcək. Biz görürük ki, burada əvəzləyici yekun intensivlik paralleloqram qaydasına görə tapa bilərik ki, yuxarı doğru olacaq. İndi burada yəqin ki, deyəsən cavab 3-dür, rəqəm görünmür, yəni yuxarı doğru oldu. Keçdik 46 nömrəli məsələyə. Bərk cismin mütləq uzanmasının başlanğıc uzunluğa nisbəti necə adlanır? Mütləq uzanma delta L-dir, başlanğıc uzunluq L0-dır. Bu da bizə nisbi uzanmanı verir. Cavab C variantı. 47 nömrəli məsələ. Koordinatın zamandan asılılıq qrafikinə əsasən harmonik rəqs edən cismin təcilinin amplitud qiymətini hesablayın. Deməli, amplitud qiyməti biz bilirik ki, AM bərabərdir omega kvadratı xm-dir. Burada omega kvadratının yerinə biz bilirik ki, nəyə bərabərdir? 2 pi bölünsün t-dir. Gətirib yerinə qoysaq, AM bərabərdir omega kvadratı. Yəni 4 pi-nin kvadratı bölünsün t-nin kvadratı vurulsun xm. Deməli, yazırıq, pi-ni bizə neçə verib? 3 verib, kvadratı 9 eləyəcək. Buradan qrafikdən periodu tapırıq. Period 1 rəqs zamanı sərf olunan zamandır. Baxın, o da bir rəqsimiz gəlir, bura düşür. Deməli, periodumuz 4-dür. T bərabərdir 4 saniyədir. T-nin kvadratı 16. Xm də, baxın, buradakı 0,8 amplitud qiymətdir. Bunu hesablasaq, deməli, 4, 16 ixtisar gedəcək, 4 aşağıda 4 qalacaq. 4 ilə 0,8 ixtisar gedəcək 4-ə, qalacaq yuxarıda 0,2. Deməli, 9 vurulsun 0,2. Bu da bərabər olacaq 1,8 metr bölünsün saniyə kvadratı. Cavabımız oldu D variantı. 48 nömrəli məsələ. Difraksiya qəfəsində 1 mm məsafədə 500 cizgi vardır. Qəfəs üzərində tezliyi 6 vurulsun 10 üstü 14 Hz olan monoxromatik işıq düşdükdə spektrdə alınan maksimumların ən böyük tərtibini hesablayın. Deməli, burada bizə uzunluq verilib 1 mm. Bunu biz metrə çevirsək eləyəcək 10 üstü mənfi 3 metr. Cizgilərin sayını n-dən işarə edirik. 500 cizgi var. Tezliyimiz də bizim 6 vurulsun 10 üstü 14 Hz-ə bərabərdir. Bizdən maksimumların ən böyük tərtibini, alınan maksimumların ən böyük tərtibini istəyir. Deməli, biz demişdik ki, difraksiya qəfəsində D sinus fi bərabərdir K vurulsun lambda. Burada maksimumların ən böyük tərtibi dediyindən sinus fi burada 1-ə gedir. D bərabərdir K vurulsun lambda. Və 1 mm-də 500 cizgi var deyir. Yəni, biz burada D-nin yerinə yazacağıq indi, deməli, L bölünsün N bərabərdir. K vurulsun. Lambdanın da yerinə biz nə yazmalıyıq? S bərabərdir. Bilirik ki, deməli, lambdadan alınır. Lambdanın yerinə yazmalıyıq. Lambda S vurulsun T və yaxud da S bölünsün nü-yə bərabərdir. Lambdanın yerinə də S bölünsün nü yazırıq. Buradan K-nı tapsaq, K bərabərdir. Deməli, aşağıda olacaq S vurulsun N, yuxarıda olacaq L vurulsun nü. O da bərabərdir. Gəlin hesablayaq. Deməli, L 1 mm, yəni 10 üstü mənfi 3-dür. Tezlik 6 vurulsun 10 üstü 14-dür. S 3 vurulsun 10 üstü 8-dir. N də 500-dür. Deməli, 3 ilə 6 ixtisar gedəcək, yuxarıda 2 qalacaq. 10 üstü mənfi 3-ü 10 üstü 14-ə vuranda, deməli, yuxarıda qaldı burada 10 üstü 11, aşağıda 10 üstü 8 vurulsun 500. 10 üstü 8-dən də 10 üstü 11 ixtisar gedir. Yuxarıda 10 üstü 3, yəni 1000 qalır. 1000-i də 500-ə böləndə cavabımız eləyir 2. Cavab D variantı.
49 nömrəli məsələ. Sabit qüvvənin təsiri ilə müxtəlif cisimlərin aldığı təcilin onların kütləsindən asılılıq qrafiki verilmişdir. Bu qüvvənin qiymətini hesablayın. Qüvvə biz bilirik ki, F bərabərdir MA-dır. Burada əgər biz kütləni 5 götürürüksə, kütləyə uyğun təcil görürük ki, 8-dir. Deməli, 5 vurulsun 8, 40 Newton edəcək. Cavab B variantı. 50 nömrəli məsələ. Bir cins maqnit sahəsində çevrə üzrə hərəkət edən yüklü zərrəciyin impulsu azaldıqda onun dövr etmə periodu və cızdığı çevrənin radiusu necə dəyişər? Deməli, perioddur, tezlikdir. Bunlar bir cins maqnit sahəsində demişdik ki, sürətdən, ya impulsdan, ya kinetik enerjidən bunların heç birindən asılı deyildi. Deməli, burada period dəyişməyəcək. Daha sonra radiusun düsturu R bərabərdir. MV bölünsün QB-dir. Yəni, MV-nin yerinə impulsdan yazsaq, biz impulsu yazsaq, P bölünsün QB olur. İmpulsu əgər biz azaldırıqsa, deməli, çevrənin radiusu azalacaq. Cavab 1. T dəyişməz, R azalar. B variantı. 51 nömrəli məsələ. Sürtünmə əmsalı μ bərabərdir 0,5 olan üfüqi səthi üzərində kütləsi 2 kiloqram olan arabacıq 25 Newton dartı qüvvəsinin təsiri ilə hərəkət edir. Hansı qrafik arabacığın sürətinin proyeksiyasının zamandan asıllığını ifadə edir? Gəlin burada sürtünmə əmsalını, sürtünmə qüvvəsini tapaq. İlk öncə hansı istiqamətdə yönəlir? Biz görürük ki, burada hərəkət x oxunun əksi istiqamətindədir. Deməli, bizim qrafiklərimiz aşağıdan olmalıdır. Və yəni T oxundan aşağıda x oxunun əksinə olmalıdır. Sürtünmə qüvvəsi həmişə hərəkətin əksinə yönəlməlidir. Baxın, sürtünmə qüvvəsi burada bu istiqamətdə olacaq. Gəlin sürtünmə qüvvəsini hesablayaq. Sürtünmə qüvvəsi biz bilirik ki, μ mg-dir. Yəni burada μ-nü bizə verib 0,5, kütləni verib 2, g də 10-a bərabərdir. Deməli, sürtünmə qüvvəmiz olacaq bizim, deməli, 1, 10 Newton. 0,5, 2-yə vurduq 1, biri də 10-a 10 Newton. Burada F dartı qüvvəsi 25 Newtondur. Sürtünmə qüvvəsi 10 Newtondur. Təbii ki, bu cisim necə hərəkət eləyəcək? Yeniləşən hərəkət eləyəcək, amma x oxunun əksinə. Deməli, niyə yeniləşən hərəkət elədi? Dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabər olardısa, biz demişdik ki, bu hərəkət bərabər sürətlə hərəkət olmalıdır. Çünki əvəzləyici qüvvə 0 olur. Əgər dartı sürtünmədən kiçikdirsə, bu zaman sürtünmə böyük olur. Yəni, cismə mane olan qüvvə böyükdür. Ona görə də bu da hərəkət yavaşlayan hərəkət olmalıdır. Yox, əgər dartı sürtünmədən böyükdürsə, onda bu hərəkət yeniləşən hərəkətdir. Çünki əvəzləyici qüvvə artıq sürət istiqamətində alınır, yeniləşəndə, amma x oxunun əks istiqamətində. Biz görürük ki, x oxumuz bizim bu istiqamətdədir. X oxunun əksi yeniləşən də burada B variantıdır. 52 nömrəli məsələyə baxaq. Harmonik rəqs edən yaylı və riyazi rəqqaslar verilmişdir. Rəqqasların rəqs tezliyi bərabər olarsa, riyazi rəqqasın uzunluğunu hesablayın. Deməli, yaylı rəqqas üçün tezliyimizi yazsaq, nü1 yazıram mən buna. Nü1 bərabərdir 1 bölünsün 2 pi kök 6 k bölünsün m'dir. Riyazi rəqqas üçün biz bu düsturu yazsaq, nü2 bərabərdir 1 bölünsün 2 pi kök 6 J bölünsün L'dir. Əgər bizə bunların bərabərliyin veribsə, bərabərdirsə deyir, nü1 bərabər olmalıdır nü2-yə. Deməli, biz burada 1 bölünsün 2 pi kök 6 k bölünsün m bərabər eləməliyik. 1 bölünsün 2 pi kök 6-da J bölünsün L. Buradan 1 bölünsün 2 pi'lər ixtisar gedir. Bizdə deməli qalır bunlar. K bölünsün m bərabərdir J bölünsün L. Kök 6'lar da getdi. Burada diqqət eləməli məqam odur ki, buradakı kütlə hansı kütlədir? Baxın, riyazi rəqqasdan asılan cismin kütləsi, yoxsa yaylı rəqqasdan asılan cismin kütləsi? Təbii ki, riyazi rəqqasda ya tezlik, ya period kütlədən asılı deyil. Yəni, onun düsturunda kütlə yoxdur. Ona görə buradakı M yaylı rəqqasdakıdır.
Yəni M1-dir də bu. M1 olacaq. Yaylı rəqqasdan asılan cismin kütləsi olacaq. Buradan biz L-i tapsaq, gəlin buradan yazaq. L bərabər olacaq M1J bölünsün K-ya. M1-i bizə verib 400 qram. Kiloqrama çevirsək 0,4 kiloqramdır. J 10-dur. K sərtlik də 8-dir. Buradan 0,4 ilə 8 ixtisar gedəcək. Deməli, aşağıda qalacaq 20. Bu eləyir 2-də 1, yəni 0,5 metr. Santimetrlə verib cavabımızı olacaq 50 santimetr. Cavab A variantı. 53 nömrəli məsələ. Vakuum diodunda anodla katod arasında gərginlik 40 volt olarsa, deməli bizə onu 40 volt verib. Elektron hansı sürətlə anoda çatar? Verilənlərə baxaq. V0 0 verib, Y bölünsün M elektronu bizə verib, 2 vurulsun 10 üstü 11. Biz bilirik ki, burada deməli gərginlik verilib. Onda deməli burada görülən iş kinetik enerjinin dəyişməsinə bərabər idi. Burada görülən işi biz Y vurulsun U şəklində yaza bilərik. Kinetik enerjinin dəyişməsi də mv kvadratı bölü 2 çıxılsın mv0 kvadratı. mv0-ın kvadratı bölünsün 2-dir. Başlanğıc sürəti 0 verib, ona görə bu 0-a gedəcək. Deməli, baxın bu ifadədən YU bərabərdir mv kvadratı bölü 2-dən biz burada V-nin kvadratını tapırıq. V bərabərdir kök altında 2YU bölünsün M olacaq. Və Y bölünsün M-i bizə burada verib. Və bu gərginliyimiz də var. Gətirib yerinə qoyacaq düsturda. Olacaq 2 vurulsun, Y bölünsün, M-in yerinə yazırıq. 2 vurulsun 10 üstü 11. Vurulsun, U da 40-dır. Bərabərdir. Kök altında neçə eləyəcək? Deməli, 16 vur 10 üstü 12 şəklində mən bunu yaza bilərəm. 16-dan 4 çıxacaq. 10 üstü 12-dən də 10 üstü 6 metr bölünsün saniyə. İndi bizə deyir ki, cavabı megametr böl saniyə ilə ifadə elə. Yəni 10 üstü 6-ya bölməliyəm. Olacaq 4 megametr bölünsün saniyə. Deməli, burada cavabımız olacaq 4. 54 nömrəli məsələ. Cismin sürətinin modulunun zamandan asılılıq qrafiki verilmişdir. Əvəzləyici qüvvənin işi üçün hansı ifadələr doğrudur? Birinci baxırıq biz burada birinci hissəyə, birinci qrafikə və görürük ki, birinci qrafik sürət get-gedə azalır. Yəni T oxuna yaxınlaşır. Deməli, bu yavaşayan hərəkətdir. Yavaşayan hərəkətdə əvəzləyici qüvvənin gördüyü iş mənfi olmalıdır. Deməli, burada yazırıq A kiçikdir 0-dan. Və burada deməli, ikinci hissəyə baxırıq. İkinci hissədə bərabər sürətli hərəkətdə sürət dəyişmir. Bərabər sürətli hərəkətdə görülən iş 0-a bərabərdir. Qrafikin üçüncü hissəsində yeniləşən hərəkət verib. Yeniləşən hərəkətdə iş 0-dan böyük olmalıdır. Deməli, 1-ə nə uyğun oldu? İş mənfi oldu, yəni 3. 2-yə nə uyğun oldu? İş 0-a bərabərdir. 2. 3-də də iş müsbətdir 4. Deməli, 3, 2, 4. Düzgün cavabımız. 55 nömrəli məsələ. Havada yayılan 3 MHz tezlikli elektromaqnit dalğasının uzunluğunu hesablayın. Dalğa uzunluğu biz bilirik ki, S vurulsun T ya da T'nin yerinə 1 bölünsün nü yazsaq, S bölünsün nüdür. Burada S-ni bizə verib 3 vurulsun 10 üstü 8 metr bölünsün saniyə. Tezliyi bizə verib 3 MHz. MHz-imiz bizim 3 vurulsun 10 üstü 6 Hz olacaq. 3-lər buradan ixtisar getdi. 10 üstü 8-i 10 üstü 6-ya böləndə 10 üstü 2. Bu da eləyəcək 100 metr. Cavabımız 100 metr. 56 nömrəli məsələ. Radioaktiv elementin 15 sutka ərzində nüvələrinin 8-də 7-si parçalandı. Deməli, burada neçəsi qaldı? 8-də 1-i qaldı. 8-də 1, N0. N0 burada başlanğıc nüvələrin sayıdır.
Bu elementin nüvələrinin 16-da 5 hissəsi neçə sutkaya parçalanar? Gəlin ilk öncə biz burada yarım parçalanma periodunu yazaq. Qalan nüvələrin sayı biz bilirik ki, n0 vurulsun 1 bölünsün 2 t bölünsün t'yə bərabərdir. Bunu böyük yazım biraz. Deməli, n bərabərdir n0 vurulsun 1 bölünsün 2 t bölünsün t. Burada biz bizə neçə verib? 15 sutka ərzində. Yəni t-ni bizə verib, kiçik t-ni 15 sutka. Biz buradan böyük t-ni tapmalıyıq və 8-də 1-i qaldı. Deməli, n-in yerinə biz burada gətirib 8-də 1 n0 qoya bilərik. Deməli, yazırıq. n0 bölünsün 8 bərabərdir. n0 bölünsün 2t bölünsün t. n0'lar buradan ixtisar gedir. 1 bölünsün 8-i 2 üstü 3 şəklində yazıram. 1 bölünsün 2 t bölünsün t. Buradan görürük ki, baxın, 3 bərabər olacaq t bölünsün t-yə. Deməli, gəlin buradan yazaq. 3 deməli, kiçik t bölünsün böyük t bərabərdir 3-ə. Kiçik t-ni də bizə 15 verib. Deməli, buradan yarım parçalanma periodu deməli olacaq 15 qoysaq 5 sutka. Bunu tapdıq. İndi eyni nüvələrdir. Yəni yarım parçalanma periodları burada eyni olacaq. Bu nüvələrin 16-da 15 hissəsi neçə sutkaya parçalanar? Yenə qalan nüvə nə qədər olacaq? 16-da 1-i. 16-da 15-i çevrilibsə 16-da 1-i qalır. Deməli n0 bölünsün 16 olur. Gətirib eyni düsturda yerinə yazsaq n0 bölünsün 16 bərabərdir. n0 bölünsün 2 t bölünsün t. n0'lar yenə ixtisar gedir. 1 bölünsün 16-nı 1 bölünsün 2 üstü 4 şəklində yazıram. 1 bölünsün 2 t bölünsün t olur. Buradan görürük ki, baxın 4 ilə t bölünsün t bir-birinə bərabərdir. Yəni bu tərəfdən yazaq. T bölünsün t bərabərdir 4-ə. İndi artıq biz yarım parçalanma periodunu tapmışdıq 5 sutka. Deməli, gətirib yerinə qoysaq, t bölünsün 5 bərabərdir 4-ə. Kiçik t də bərabər 4 vurulsun 5, 20 olacaq. Cavabımız 20 sutka. 57 nömrəli məsələ. Sabit maqnitin qüvvə xətlərindən biri təsvir edilmişdir. Verilmiş nöqtələrdə maqnit sahəsinin induksiya vektorunun istiqamətləri üçün uyğunluğu müəyyən edin. Burada sabit bir maqnitdir. Maqnitdə biz bilirik ki, maqnit induksiyası N-dən çıxmalıdır və S-ə daxil olmalıdır. Yəni, bunun istiqaməti bu şəkildədir. Əgər N-dən çıxıb S-ə daxil olursa, L nöqtəsinə çatanda hansı istiqamətdə yönələcək maqnit induksiya vektoru? Toxunan istiqamətdə. Yəni, aşağıya doğru yönəlməlidir burada. Baxın, deməli, M nöqtəsində olanda yönələcək toxunan istiqamətdə, yəni sola doğru. K nöqtəsində isə yuxarı doğru olacaq. Uyğun variantlarımızı gəlin yazaq. K nöqtəsində yuxarı doğru oldu, D. Daha sonra L nöqtəsində aşağıya doğru oldu, C. M nöqtəsində sola tərəf yönəldi, B. 1, D, 2, C, 3, B. 58 nömrəli məsələ. K açarını açdıqda dəyişən cərəyan dövrəsində qoyulmuş ampermetrin göstərişi necə dəyişər? Hələ K açarı bağlı olarkən baxaq. K açarı bağlıdırsa, burada ümumi tutumumuz bizim nə qədərdir? Paralel birləşdiyi üçün paralel birləşən kondensatorlarda ümumi tutumu tapanda biz toplamalıyıq. Yəni, birinci halda ümumi tutumumuz bizim 2S-yə bərabərdir. Daha sonra açarı açandan sonra artıq yuxarıda heç bir yük toplanmayacaq. Yəni, artıq bura sıradan çıxdı. Bizim ümumi tutumumuz qalacaq bir dənəsi, 1S. Biz görürük ki, burada əvvəlcə 2S, sonra S oldu. Yəni, tutum 2 dəfə azaldı. Yazırıq, tutum 2 dəfə azalar.
İndi gəldik ampermetrin göstərişinə. Dəyişən cərəyan dövrəsindəki ampermetrin göstərişi təsir edici qiyməti ilə ölçülürdü. I təsir edici bərabərdir. U təsir edici bölünsün tutum müqaviməti, yəni XC. XC də biz bilirik ki, 1 bölünsün omega C-dir. Yəni biz U bölünsün 1 bölünsün omega C yaza bilərik. Buradan da omega C yuxarı qalxacaq. U təsir edici omega C-yə bərabər olacaq. Buradakı tutum ümumi tutumdur. İndi gəlin baxaq. Dedik ki, tutum neynədi? 2 dəfə azaldı. Əgər tutum 2 dəfə azaldısa, deməli ampermetrin göstərişi də 2 dəfə azalacaq. Çünki ümumi tutumla düz mütənasib asılıdır. Deməli, ampermetrin göstərişi 2 dəfə azalar. Hər ikisi 2 dəfə azalacaq. 59 nömrəli məsələyə baxaq. Çəkisiz link və blokdan ibarət sistemdən M1 kütləli yük asılıb. Linkin üfüqi istiqamətdə tarazlıqda qalması üçün ondan asılan ikinci cismin yerini və kütləsini müəyyən edin. Blokun kütləsi nəzərə alınmır. Burada görürük ki, tərpənməz blokdur və tərpənməz blokda əgər F bura düşən qüvvə 300 Newtondursa, baxın, növbəti ipdə eyni ip olduğundan burada 300 Newton qüvvə düşəcək. Və həmən bu hissədə artıq 2 dənə ip bunu tarazlıqda saxladığından bura olacaq 600 Newton. Bunu tapdıq. Gəlin ilk öncə biz M2 kütləli cismin, yəni ikinci cismin yerini müəyyənləşdirək. Yerini müəyyənləşdirməkdən ötəri biz deyək ki, bu cismi hər hansı bir nöqtədən asmışıq. Və bu linkin tarazlıqda qalması üçün dayağı həmən nöqtəyə qoymalıyıq ki, həmən bu ikinci cismin momentini sıfırlayaq. Amma bilmirik nə qədərdir. Deməli, burada momentlər qaydasını yazsaq, deyək ki, buradan baxın, ikincidən birinciyə qədər olan məsafəni, yəni dayağa qədər olan məsafəni mən x götürürəm. Onda həmən bu M1 kütləsindən dayağa qədər olan məsafə nə qədər olacaq? X plus 1 olacaq. Çünki buradan götürmüşəm mən dayağımı. Deməli, momentlər qaydasını yazsaq, 600 vurulsun x bərabərdir. M1 J vurulsun x plus 1. X plus 1. Bu da bunun qoludur. Deməli, 600x bərabərdir. M1-imiz 50 kiloqramdır. J-yə vursaq olacaq 500 Newton. X üstə gələk 1. Buradan ixtisarlarımızı aparsaq biz, deməli, 600-ü 500-ə bölsək 1,2. 1,2x bərabərdir. X üstə gələk 1. Deməli, x burada 1,2 x-dan x-i çıxsaq 0,2 x bərabərdir 1-ə. X də bərabərdir 1 bölünsün 0,2 5. Deməli, biz burada x-i tapdıq ki, 5-ə bərabərdir. Yəni 5 bölgüdür. Və x-i biz hardan götürmüşdük? Baxın, bu tərpənən blokun asıldığı nöqtədən. Deməli, 5 dama bu tərəfə saymalıyıq. Baxırıq 1, 2, 3, 4, 5 dama. Deməli, həmən bu cismi biz, M2 kütləli cismi gətirib, baxın, buradan asmalıyıq ki, bu cisim tarazlıqda qalsın. İndi bunları silim. İndi gəlin kütləsini tapaq. Artıq deməli, M2 kütləli cismin, mən kütləsini, bu ikinci cismin kütləsini tapmaq istəyirəmsə, burada dayağı gətirib qoyuram, baxın, tərpənən blokun asıldığı nöqtəyə. Çünki bunun momentini 0 eləsəm və 2 dənə kütləyə əsasən biz burada momentlər qaydasını yazsaq, M2 kütləli cismin kütləsini tapmış olarıq. Deməli, M1J, yəni 500 vurulsun, dayağa qədər olan məsafə görürük ki, 1-dir, bərabərdir. M2J vurulsun, dayağa qədər olan məsafə 1, 2, 3, 4, 5 tapdıq, 5-dir. Burada, deməli, 500 bərabərdir. J-ni 10 verib 50 M2, M2 də bərabərdir. 500-ü 50-yə böləndə eləyəcək 10 kiloqram. Məsələn, deməli, S-dən asılıb və 10 kiloqrama bərabərdir. 60 nömrəli məsələ. Müvafiq şüalardan istifadə etməklə çökük sferik güzgüsündə verilmiş cismin xəyalını qurun. Deməli, şagirdlərdən aldığım məlumata görə orada deməli sferik güzgünün şəklini verib və cismi verib burada
2f-in üzərində. Təbii ki, cisim əgər 2f-in üzərindədirsə, biz demişik ki, buradan 2 dənə şüa göndəririk. Bir müstəvi çökük güzgünün üzərinə paralel gəlir və paralel gələn şüa təbii ki, buradan gəlib keçəcək fokus nöqtəsindən. F-dən gəlib keçir. Bir də qütb nöqtəsinə şüalar göndəririk. Qütb nöqtəsindən gələn şüa da gələcək, hansı bucaq altında düşübsə, həmən bucaq altında da baxın belə qayıtmalıdır. Və əgər cisim 2f nöqtəsindədirsə, onda xəyal 2f nöqtəsində alınacaq. Yəni D 2f-dədirsə, f də olacaq 2f məsafəsində. Deməli, necə olacaq özdə? Özü boyda. Özü boyda. Tərsinə çökük güzgü olduğu üçün həqiqi. Belə əziz şagirdlər, hər birinizə uğurlar arzulayıram. İnşallah nəticələriniz yaxşı olar. Sağ olun, sağlıqla qalın.